Esselamu Aleyküm əziz izləyicilər. Növbəti mövzumuz geyim, divar və başqa bir şey üzərinə şəkil çəkmək haqqındadır. Peyğəmbər aleyhisselam belə buyurur. Kim dünyada şəkil çəkərsə, qiyamət günü çəkdiyi şəkillərə ruh üfləmək ilə vəzifələndiriləcək. Lakin üfləyə bilməyəcək. Səhih Əl-Buxari Əl-Cami-ü Sahih Kitab-ül Buyur. Peyğəmbər əleyhisselam belə buyurur. Qiyamət günü insanların ən çox əzab çəkəni şəkil çəkənlərdir. Səhih Əl-Buxari Əl-Cami-ü Sahih Kitab-ül Libas. Ayşə radiyallahu anh belə rəvayət edir. Rasulullah sallallahu aleyhi və səlləm bir səfərdən qayıtmışdı. Mən üzərində şəkillər olan bir pərdəmi mənə aid olan bir rəf üzərinə örtmüşdüm. Rasulullah aleyhisselam bu örtüyü görən kimi onu cırdı və belə buyurdu. Qiyamət günü insanlar arasında ən şiddətli əzab çəkənlər düzəltdiyi şeyləri Allahın yaratdıqlarına bənzədənlərdir. Deməli, Səhih Əl-Buxari Əl-Cami-ü Sahih Kitab-ül Libas. Ayşə radiyallahu anh belə dedi. Deyəsən, biz o pərdədən bir və ya iki yastıq düzəltdik. Başqa bir hədisdə Peyğəmbər əleyhisselam belə buyurur. Qiyamət günü cəhənnəmdən bir boyun baş çıxacaq ki, onun görən iki gözü, eşidən iki qulağı və danışan bir dili olacaq. Belə deyəcək, 3 nəfər var ki, onların məsuliyyəti mənə həvalə edildi. Hər bir inadkar zalimin, Allahla bərabər başqalarına dua edən hər kəsin və şəkil çəkənin. Tirmizi Əs-Sunən Sıfatu Cəhənnəm hədisi. Peyğəmbər əleyhisselam belə buyurur. Şübhəsiz ki, bu şəkilləri çəkənlərə qiyamət günü əzab veriləcək və onlara yaratdıqlarınıza can verin deyiləcək. Səhih Əl-Buxari Əl-Cami-ü Sahih hədisi. Abdullah ibn Abbas, Allah ondan razı olsun, Peyğəmbərin aleyhissalatu vesselam belə buyurduğunu rəvayət edir. Hər bir şəkil çəkən cəhənnəm odundadır. Çəkdiyi hər şəkilə Allah can verər. Bunlar da cəhənnəmdə ona əzab edərlər. Səhih Müslim Əl-Cami-ü Sahih. Qudsi bir hədisdə Peyğəmbər əleyhisselam belə buyurur. Allah Cəllə Celaluhu belə buyurur. Mənim yaratdığım kimi yaratmağa çalışanlardan daha zalim kim ola bilər? Əgər yaratmağa belə gücləri çatırsa, qoy bir zərrəcik, bir buğda dənəsi və ya bir arpa dənəsi yaratsınlar. Buxari Əl-Cami-ü Sahih Kitab-ül Tövfiq. Peyğəmbərin əleyhisselam şəkil çəkənlərə lənət etməsi səhih olaraq varid olmuşdur.